yaşlıq qarımıram. Bəzən susmağım böyük qışqırıqdır, amma bugün sükutu pozuram. Mənim inamım sənin oyuncağın değilmiş. Sən məni yox, sən bu öz insanlığını itirdin o gecə, dinlə. Mən səni ruhuma sığındırmışdım, sən isə ruhumu talan etdin. Bir ömürlü yand içib, bir anlıq həvəsə satıb getdin. Gözlərimə baxanda hansı üzlə sevirəm deyirdin sən. Həmin o dodaqlarla başqasının adını pıçıldayarkən, sən sadəcə bir maskasan altındakı boşluğu gizləyən. Mən isə kör bir aşıq, sənin hər yalanına hə deyən. İndi o pərdə cırıldı, həqiqət üzünə bir şillə tək deyir. Mənim dürüst fəryadım sənin saxta dünyanı yerlə bir edir. Yaddaşımı silmək istərdim, sənli olan hər bir saniyəni. Necə qurban verə bildin mənə olan o saf mənini. Sənin xəyanətin bir bıçaq deyil, o yavaş-yavaş öldürən zəhərdir. Səninlə keçən hər günümün gözümdə itirilmiş bir ədərdir. Mənim səmimiyyətim sənin üçün bir zəiflik əlaməti imiş. Sən demə sənin ürəyin xəyanət üçün çoxdan kiraya verilmiş. İndi get o kirli hisslərinin içində boğul, çıxa bilmə. Mənim adımı çəkib bir daha mənə bağışla demə. Sən elə bilirsən ki yerin dolmayacaq, mən tənha qalacam. Xeyr, mən bu acıdan özümə yeni bir dünya quracam. Sənin xəyanətin mənim üçün ən böyük dərsən, ağır sınaq. Sənin kimi birindən qurtulmaq inan ki ən böyük qazanc. Məni yıxılmadım, sadəcə diz çöküb reallığı seyr etdim. Sənin nə qədər kiçik, mənim isə nə qədər böyük olduğumu dərk etdim. Güzgüyə baxanda gördüyün o sima artıq sənə tanış gəlməsin. Çünki o simada artıq mənim sevgimin zərrəsi belə qalmasın. Hər şey bitdi, ssenari bağlandı. İşıqlar söndü artıq. Sənin o saxta göz yaşlarına mənim qəlbim döndü artıq. Bir zamanlar canım dediyim indi mənim üçün bir heçdir. Məni qaytarmaq üçün attığın hər bir addım artıq geçdi. Külüyə tapşırdım səninlə bağlı olan bütün xatirələri. Sənə qaldı xəyanətin o qaranlıq, o çirkin kölgələri. Bu hep sənin sonuncu xatırlanmağın olsun bu dildə. Mən zirvəyə qalxıram, sən isə qal o palçıqlı çöldə. Xəyanət bağışlanmır, sadəcə unudulur. Amma mən səni yox, sənə olan o axmaq inamımı unuttum. Yolumun açılsın, amma məndən çox uzaqlarda. Bu mətin daha agresiv və sərtdir istəsəniz. Bu sözləri daha ritmik hala gətirmək üçün qafiyə quruluşunda dəyişiklik edə bilərik. Və ya müəyyən bir mövzuya. Məsələn dost xəyanəti və ya uzun illərin boşa getməsi. Daha çox fokuslana bilərik. Hansı istiqamətdə davam edək.